Hər birinizi salamlayıram, hər biriniz xoş gəlmisiniz. Sizi BMG International şirkətində görməyimizdən məmnunuq. Və ənənəvi olduğu kimi, bu ildə vergi məcəlləsinə kifayət qədər dəyişikliklər artıq qüvvəyə minmişdir. Baxmayaraq ki, elanda nəzərdə tutulan dəyişikliklərdən söhbət gedir. Amma elandan sonra artıq onlar qüvvəyə mindiyi üçün artıq qüvvəyə minmiş dəyişikliklər barədə bugün təxminən 1-2 saat ərzində sizlə danışacağıq. İndi əksəriyyətinizlə şəxsi tanışdığım olsa belə, qısa tanışlıq verim ki, mən Rəvan Yaqubov, müstəqil vergi konsultantı, eyni zamanda BMG International şirkətində vergi uçotu üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Və mümkün qədər də sadəcə dəyişiklikləri deyib keçmək kimi bir niyyətim yoxdur. Öz dəyişikliklərin doğura biləcəyi nəticələr barəsində öz subyektiv fikirlərimə əsaslanaraq müəyyən şərhlər vermək niyyətindəyəm ki, təbii ki, nəyin necə olacağını zaman göstərəcək. Sadəcə ümumi olaraq bir proqnozlarımızı ortaya qoyacağıq. Başlayaq. Elə ilk dəyişiklik 11-ci maddədə vergi anlayışının özündə dəyişiklik baş vermişdi. İndiyə qədər belə idi ki, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə ödənilən məcburi, fərdi və əvəzsiz ödənişdir. Lakin burada mötərizədə bu məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa ifadəsi gedirdi və bəlli idi ki, burada başqa hal nəzərdə tutulmuşdur. Düzdür, indi çoxumuzun praktikasında rastlaşmasaq belə, aksizlərin müəyyən bir həddi daxilində aksizlərin bir qismi icbari tibbi sığorta fonduna ödənilirdi. İndi artıq aksizlər də bütünlüklə dövlət büdcəsinə ödəniləcəyi üçün orada həmin maddədə artıq bu məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa ifadəsi çıxarılmışdır. Növbəti. Könüllü açıqlama. Könüllü açıqlama sadəcə maddələrin ardıcıllığına uyğun olaraq şərhlər apardığımıza görə bir şey diqqətinizə çatdırım ki, yəni daha sonraki dəyişikliklər daha əvvəlki maddələrdə dəyişiklik edilməsinə zərurət yaratmışdır ki, qısaca deyim ki, haşiyə çıxaraq ilk öncə qeyd edeyim ki, bildiyiniz kimi vergi yoxlamaları mövcuddur, vergi nəzarət tədbirləri mövcuddur və eyni zamanda artıq üfüqi monitorinq ifadəsi və anlayışı və vergi məcəlləsinə daxil edilmişdir. Könüllü açıqlama, səyyar vergi yoxlaması, əvvəlki redaksiyada belə idi ki, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama ilə aşkar olunmamış hər hansı bir müddəaların vergi ödəyicisi tərəfindən yenidən açıqlanaraq bəyan edilməsi imkanı idi. Artıq buna səyyar vergi yoxlamasından sonra üfüqi monitorinqi də əlavə ediblər ki, və eyni zamanda könüllü açıqlamanın bir xüsusiyyət dəyişikliyi də ondan ibarətdir ki, artıq vergi məcəlləsinin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla bildiyiniz kimi əvvəlki 3 il üzrə dövriyyədə və yaxud hər hansı bir hesablamalarda dəqiqləşmələr vermək mümkün idi. Artıq daha öncəki 3 ildən daha əvvəlki vəziyyətə belə dəyişiklik etmək mümkün olacaq. Xüsusi diqqət çəkən dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə bağlı məsələlər idi ki, burada balıqçılıq təsərrüfatı indiyə qədər əhatə olunmurdu. Lakin indi edilən dəyişikliklərə əsasən baxmayaraq ki, xoş gəlmisiniz. Baxmayaraq ki, balıqçılıq fəaliyyəti, kənd təsərrüfatı fəaliyyəti sayılmasa belə, amma vergi məcəlləsinin məqsədləri üçün balıqçılıq fəaliyyəti, yəni balığın istehsalı, kürüsünün istehsalı istisna olmaqla təbii ki, istər istehsalı, istər satışı kənd təsərrüfatı məhsullarının istehsalı və satışına bərabər tutulur. Yəni azad olmaları və güzəştləri də balıqçılıq fəaliyyətinə də aiddir. Elektron audit. İndiyə qədər vergi məcəlləsində elektron audit anlayışı mövcud idi və bir sıra vergi ödəyiciləri, əsasən iri vergi ödəyiciləri və maliyyə institutları elektron audit yoxlamasından keçirilirdilər. Lakin artıq
yeni edilmiş dəyişikliklərə əsasən elektron audit ləğv edilmişdir. Elektron kabinet. Elektron kabinet də bildiyiniz kimi biz hansı ki elektron imzadan, asan imzadan və yaxud istifadəçi kodu, parol və şifrədən istifadə eləyərək daxil olduğumuz kabinetdir. İndiyə qədərki redaksiya əsasən hansı ki sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri həmin elektron kabinetə istifadəçi kodu, parol və şifrə daxil etməklə daxil ola bilirdilər. İndi mülkiyyətində olan pay torpaqlarının istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəyən vergi ödəyiciləri də istifadəçi kodu və parol və şifrədən istifadə edərək elektron kabinetə daxil ola biləcəklər. Yəni bildiyiniz kimi digər vergi ödəyiciləri asan imza və yaxud gücləndirilmiş elektron imzadan istifadə edərək daxil olurdular. Düzdür, bir müddət ortada istifadəçi kodu ilə daxil olmaq mümkün oldu, amma hal-hazırda o imkan məhduddur. Əmtəlsiz əməliyyat. Əmtəlsiz əməliyyat anlayışında da vergi məcəlləsinin 13-cü maddəsində ötən ildə bu maddədə dəyişiklik oldu ki, başqa əməliyyatları pərdələmək məqsədi ilə aparılan əməliyyatlar idi. Keçən ilki dəyişikliyə əsasən və yaxud belə bir məqsəd olmadan ifadəsi artırıldı. İndi artıq daha dəqiq konkretləşdirmək üçün yekununda faktiki olaraq mallar təqdim edilmədən və ya xidmətlər göstərilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən uydurma və yalan əqd çərçivəsində aparılan əməliyyatlar. Yəni, uydurma və yalan əqd ifadəsi artırılıb ki, bu əmtəlsiz əməliyyatın təsvirini daha belə geniş şəkildə ifadə edir. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları. Burada dəyişiklik fiziki şəxslərlə bağlıdır. Fiziki şəxslərin uçota alınması bildiyiniz kimi elektron müraciət və ya kağız daşıyıcıda müraciət əsasında mümkün idi. İndi kağız daşıyıcıda müraciət mötərizədə həmin kağız daşıyıcıda ərizənin post vasitəsilə göndərilməsi istisna olmaqla ifadəsi artırılıb ki, yəni kağız daşıyıcıda vergi ödəyicisi şəxsən vergi orqanına müraciət edib uçota alınması barədə müraciət edə bilər. Amma əvvəlki redaksiyada, yəni uçota alınma barədə ərizəni post vasitəsilə də göndərsə, vergi orqanı onu uçota almağa məcbur idi. O dəyişki post vasitəsilə göndərmək mümkün olur. Yəni göndərilsə belə nəzərə alınmayacaq. Nəzərə alınmayacaq? Bəli, bəli. Yəni post vasitəsilə göndərilməsi istisnadır. Kağız daşıyıcıda müraciət... Yəni post vasitəsilə olurdu ki, poçta təqdim edirdilər, post vasitəsilə göndərirdilər. Biz necə? Sanki bu poçtan göndəribdir artıq ərizəni. Yəni, mənim ilk ağlıma gələn və düşündüyüm dəyişikliyə səbəb olan obyektiv hal budur. Əvvəl belə idi ki, fiziki şəxs vergi ödəyiciləri vergi orqanında uçotu ləğv etdikdə şəhadətnaməni, fiziki şəxsin sahibkarlıq uçot haqqında şəhadətnaməni vergi orqanına təqdim etməli idi. Artıq bu maddə yığışdırılıb, yəni təqdim etməyə bilər. Vergi yoxlamaları və maliyyə institutlarına vergi monitorinqi və qeyd elədiyim kimi, burada eyni zamanda vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarına vergi monitorinqi əlavə edilir. Yəni, üfüqi monitorinq artıq bu maddədə öz əksini tapır. Vergi orqanı, bu yeni maddədir. Vergi orqanı üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulan qaydada üfüqi monitorinq keçirir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar vergi yoxlaması və kameral vergi yoxlaması keçirilmir. Ortada bir neçə maddəni əhatə ediblər ki, 38.3.2, 38.3.5, 38.3.6 və s. Və bu bildiyiniz kimi bu hallar səyyar vergi yoxlaması keçirildikdən sonra növbətən kənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas verən hallar idi. Hansı ki, səyyar vergi yoxlaması haqqında dürüst olmayan məlumatlar aşkar edildikdə, səyyar vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanında, yəni vergi ödəyicisinin vergidən yayınması barədə mənbəyi bəlli olan digər məlumatlar aşkar edildikdə və yaxud məhkəmənin səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı olduqda, yəni bu kimi hallar eyni zamanda üfüqi monitorinqə də aiddir. Ki, yəni üfüqi monitorinq keçirildi. Əgər elə hallar baş verməmişdirsə, artıq həmin dövr üzrə səyyar vergi yoxlaması və yaxud kameral vergi yoxlaması keçirilmir. İndi üfüqi monitorinq haqqında siz mütəmadi dəyişə gedin, ətraflı danışacağım. Üfüqi monitorinqin keçirilməsi
bir çox vergi ödəyiciləri üçün həqiqətən belə üstünlük qazandıran bir hallardır. Sadəcə üfüqi monitorinqə qəbul olunmanın şərtləri var. Və üfüqi monitorinqə qəbul olunmaq və üfüqi monitorinqin keçirilməsi bunlar tamam başqa-başqa anlayışlardır. Yəni olar ki, vergi ödəyicisi üfüqi monitorinqə daxil edilər, amma monitorinq keçirilməz. Yəni bunun üçün vergi ödəyicisinin özünün müraciəti olmalıdır. Və bu hallar hansılardır? Üfüqi monitorinqin həyata keçirilməsinin də predmeti eynən səyyar və səyyar vergi yoxlamasında olduğu kimi vergilərin məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Yalnız üfüqi monitorinq transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə edilən gəlirlər üzrə müvafiq məlumatların araşdırılması ilə bağlı keçirilmir. Elə bir hal olduqda həmin predmet üzrə səyyar vergi yoxlaması keçirilir. Deyək ki, vergi ödəyicisinin fəaliyyəti 1 illik dövrü üfüqi monitorinqlə əhatə olundu, amma orada transfer qiymətlərinə və xarici dövlətdən alınan məlumatlar əsasında məsələlərə toxunulmadı. Elə bir hallar olduqda məhz həmin predmet üzrə səyyar vergi yoxlaması keçirilə bilər. Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ilə hesab edilir və başlandığı tarixdən 6 ay müddətində keçirilərək başa çatdırılır və əlavə araşdırmağa ehtiyac olarsa, bu müddət əlavə 2 ayda uzadıla bilər. Zəhmət olmasa. Üfüqi monitorinqə qəbul olunmaq üçün vergi ödəyicisi bir sıra şərtlərə cavab verməlidir. Təbii ki, o heç də bütün vergi ödəyiciləri istədiyim vaxtı müraciət edeyim, üfüqi monitorinqə daxil etsinlər məni, bu mümkün deyil. Bunlar birinci növbədə vergi ödəyicisi orta və ya iri sahibkarlıq subyekti olmalıdır. İkinci, vergi ödəyicisi mühasibat və vergi uçotunu avtomatlaşdırılmış sistem əsasında, yəni bir proqram əsasında həyata keçirilməlidir. Yəni sadəcə mən Excel üzərindən mühasibatlıq aparıram. Bu halda məni üfüqi monitorinqə daxil etsinlər. Bu mümkün deyil. Sonra, vergi ödəyicisi 38.1.12-ci maddənin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq etməlidir. Yəni, məhz vergilərin hesablanması ilə bağlı bir müvafiq bölməmi, şöbəsi mi olan, sanki bu poçtdan göndəribdir artıq ərizəni. Yəni, mənim ilk ağlıma gələn və düşündüyüm, yəni dəyişikliyə səbəb olan obyektiv hal budur. Əvvəl belə idi ki, fiziki şəxs vergi ödəyiciləri vergi orqanında uçotu ləğv etdikdə şəhadətnaməni, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməni vergi orqanına təqdim etməli idi. Artıq bu maddə yığışdırılıb, yəni təqdim etməyə bilər. Vergi yoxlamaları və maliyyə institutlarına vergi monitorinqi, bu qeyd elədiyim kimi, burada eyni zamanda vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarına vergi monitorinqi əlavə edilir. Yəni, üfüqi monitorinq artıq bu maddədə öz əksini tapır. Vergi orqanı, bu yeni maddədir. Vergi orqanı üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulan qaydada üfüqi monitorinq keçirir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar vergi yoxlaması və kameral vergi yoxlaması keçirilmir. Və ortada dəyişmir, darıxmayın. Ortada bir neçə maddəni əhatə ediblər ki, 38.3.2, 38.3.5, 38.3.6 və s. Və bu bildiyiniz kimi bu hallar səyyar vergi yoxlaması keçirildikdən sonra növbədən kənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas verən hallar idi. Hansı ki, səyyar vergi yoxlaması haqqında dürüst olmayan məlumatlar aşkar edildikdə, səyyar vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanında, yəni vergi ödəyicisinin vergidən yayınması barədə mənbəyi bəlli olan digər məlumatlar aşkar edildikdə və yaxud məhkəmənin səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı olduqda, yəni bu kimi hallar eyni zamanda üfüqi monitorinqə də aiddir. Ki, yəni üfüqi monitorinq keçirildi. Əgər elə hallar baş verməmişdirsə, artıq həmin dövr üzrə səyyar vergi yoxlaması və yaxud kameral vergi yoxlaması keçirilmir. İndi üfüqi monitorinq haqqında siz mütəmadi dəyişə gedin, ətraflı danışacağım. Üfüqi monitorinqin keçirilməsi bir çox vergi ödəyiciləri üçün həqiqətən belə üstünlük qazandıran bir hallardır.
sadəcə üfüqi monitorinqə qəbul olunmanın şərtləri var. Və üfüqi monitorinqə qəbul olunmaq və üfüqi monitorinqin keçirilməsi bunlar tamam başqa-başqa anlayışlardır. Yəni olar ki, vergi ödəyicisi üfüqi monitorinqə daxil edilər, amma monitorinq keçirilməz. Yəni bunun üçün vergi ödəyicisinin özünün müraciəti olmalıdır. Və bu hallar hansılardır? Üfüqi monitorinqin həyata keçirilməsində predmeti eynən səyyar və səyyar vergi yoxlamasında olduğu kimi vergilərin məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Yalnız üfüqi monitorinq transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə edilən gəlirlər üzrə müvafiq məlumatların araşdırılması ilə bağlı keçirilmir. Elə bir hal olduqda həmin predmet üzrə səyyar vergi yoxlaması keçirilir. Deyək ki, vergi ödəyicisinin fəaliyyəti 1 illik dövrü üfüqi monitorinqlə əhatə olundu, amma orada transfer qiymətlərinə və xarici dövlətdən alınan məlumatlar əsasında məsələlərə toxunulmadı. Elə bir hallar olduqda məhz həmin predmet üzrə səyyar vergi yoxlaması keçirilə bilər. Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ilə hesab edilir və başlandığı tarixdən 6 ay müddətində keçirilərək başa çatdırılır və əlavə araşdırmağa ehtiyac olarsa, bu müddət əlavə 2 ayda uzadıla bilər. Zəhmət olmasa. Üfüqi monitorinqə qəbul olunmaq üçün vergi ödəyicisi bir sıra şərtlərə cavab verməlidir. Təbii ki, o heç də bütün vergi ödəyiciləri istədiyim vaxtı müraciət edeyim, üfüqi monitorinqə daxil etsinlər məni, bu mümkün deyil. Bunlar birinci növbədə vergi ödəyicisi orta və ya iri sahibkarlıq subyekti olmalıdır. İkinci, vergi ödəyicisi mühasibat və vergi uçotunu avtomatlaşdırılmış sistem əsasında, yəni bir proqram əsasında həyata keçirilməlidir. Yəni sadəcə mən Excel üzərindən mühasibatlıq aparıram. Bu halda məni üfüqi monitorinqə daxil etsinlər. Bu mümkün deyil. Sonra, vergi ödəyicisi 38.1.12-ci maddənin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq etməlidir. Yəni, məhz vergilərin hesablanması ilə bağlı bir müvafiq bölməmi, şöbəsi mi olmalı ki, mütəmadi həmin o daxili nəzarət sistemi keçirilməlidir. Vergi ödəyicisi riskli vergi ödəyicisi olmamalıdır və yaxud vergilərin yayındırılmasına görə dövlət büdcəsinə ödənilməkdən yayındırılması üzrə barəsində cinayət işi olmamalıdır. Bu hallara, bu tələblərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul olmaq üçün vergi orqanına müraciət edə bilər. Üfüqi monitorinq məsələsi vergi məcəlləsinə baxmayaraq ki, 2026-cı ilin yanvarın 1-dən artıq bu maddələr qüvvəyə minir. Amma artıq onun başlanma prosesi və qəbul olunması qeyd edir ki, üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisi üfüqi monitorinqin aparılacağı dövrdən əvvəlki ilin sentyabrın 1-dən gec olmayaraq üfüqi monitorinqə qəbul edilmək üçün vergi orqanına müraciət etməlidir. Yəni, ən yaxşı halda, ən tez halda 2026-cı ilin sentyabrın 1-dən gec olmayaraq, yəni indi müraciət eləsə belə, ən yaxşı halda 2026-cı il üzrə üfüqi monitorinqlə əhatə oluna biləcək. Ərizə ilə bərabər, eyni zamanda vergilərin hesablanmasına və ödənilməsini təsdiq edən və onunla bağlı digər sənədləri də təqdim etməli olacaq. Həmin sənədlərin siyahısı təəssüf ki, hələ təsdiqini tapmayıb, yəni o Dövlət Vergi Xidmət tərəfindən həmin sənədlərin siyahısı bəlli olandan sonra artıq həmin vergi ödəyiciləri üfüqi monitorinqə qəbul olunmaq üçün sənədləri təqdim edəcəklər. Amma üfüqi monitorinqə qəbul edilməsi o demək deyil ki, onda dərhal həmin monitorinq aparılmağa başlayacaq, indi barəsində danışacağıq. Bir də həmin sənədlərlə bərabər eyni zamanda daxili nəzarət sisteminin qurulması ilə bağlı və mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədləri də vergi orqanına təqdim etməlidir və həmin sənədlərin təqdim edilməsi vergi ödəyiciləri üçün daha bir avantaj yaradacaq ki, o barədə də indi ətraflı danışacağıq. Deməli, sentyabr ayın 1-nə qədər vergi orqanına sənədlər təqdim edilir, üfüqi monitorinqə daxil edilməsi üçün. Həmin sənədlər vergi orqanı tərəfindən 2 ay ərzində araşdırılır və 2 aydan sonra onun üfüqi monitorinqə qəbul edilib edilməməsi barədə qərar çıxarılır.
Və üfüqi monitorinqə qəbul edilmə barədə qərar bir dəfə qəbul edilir, növbəti illər ərzində də qüvvədə qalır. Lakin üfüqi monitorinqdə olduğu müddətdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunar və yaxud barəsində cinayət işi açılar. O hallar istisnadır ki, təbii ki, həmin vaxtı üfüqi monitorinqdən çıxarılacaq. Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarmış vergi ödəyicisi məcəllədə nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədləri vergi orqanına təqdim edir. Deməli, ardıcıllıq belə gedir. Deyək ki, 2026-cı il üzrə üfüqi monitorinqin keçirilməsini istəyir. Sentyabrın 1-nə qədər müraciət edir ki, məni üfüqi monitorinqə daxil edin. 2 ay ərzində vergi orqanı onun uyğunluğun olub-olmadığını yoxlayır, tutaq ki, qəbul elədi. Və həmin il üçün mənfəət və gəlir vergisini təqdim etmə müddətinin son tarixi 31 martda deyək ki, və eyni zamanda o 3 ay deyək ki, uzadılıb müddət, yəni o halda nəzərə alınmaqla həmin son tarixdən 1 ay ərzində artıq monitorinqin aparılması üçün sənədləri təqdim eləyir vergi orqanına. Vergi orqanı həmin sənədləri yoxladıqdan sonra, sənədlər əgər nəsə bir çatışmamazlıq, əskiklik və yaxud nəsə bir səhvlik varsa, 5 gün ərzində geri qaytara bilir ki, həmin sənədləri yenidən araşdırıb, yəni tam kompleks şəkildə təqdim edin. O halda da vergi ödəyicisi təzədən 15 gün ərzində həmin sənədləri və yaxud sənədlərin tam olmaması barədə izahatı vergi orqanına təqdim etməlidir. Lakin qeyd eləyək ki, bir halda nəzərdə tutulub ki, həmin sənədlər vergi orqanının ardıcıl 2 dəfə müraciəti əsasında vergi orqanına təqdim edilmədikdə, vergi ödəyicisi bu halda üfüqi monitorinqdən çıxarılır. Yəni, qulağa çox gözəl səslənir, o qədər belə xoş gəlir ki, yəni adam istəyir ki, üfüqi monitorinqə qoşulsun. Əslində, bir çox vergi ödəyiciləri üçün böyük bir üstünlükdür. Çünki orta və iri sahibkarlıq subyektlərinin əksəriyyəti sanki hər il öz qapısında səyyar vergi yoxlamasını gözləyir. Fərqin biri bundan ibarətdir ki, üfüqi monitorinq nəticəsində kənarlaşma aşkar edildikdə vergilərin hesablanması ilə bərabər maliyyə sanksiyasının tətbiqi səyyar vergi yoxlamasında olduğu kimi 50% deyil, 25%-dir. Eyni zamanda üfüqi monitorinq zamanı o hansı ki dediyi daxili nəzarət sistemi vasitəsilə mümkün vergidən yayılma riskləri və onun aradan qaldırılması ilə bağlı sxem təqdim olunur. Onun nəticəsində, həmin o sxem nəticəsində vergidən yayılma halı aşkar edildikdə buna görə maliyyə sanksiyası tətbiq edilmir və həmin halın olması vergi məcəlləsinə əsasən vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aid edilmişdir. Üstəgəl, üfüqi monitorinq başladıqdan sonra vergi ödəyicisinin imkanı var ki, 15 gün ərzində hər hansı bir dövr üçün, yəni həmin yoxlama, monitorinq aparılan dövr üçün dəqiqləşdirilmiş bəyannamə versin. Halbuki səyyar vergi yoxlamasında bu imkan mümkün deyil, mövcud deyil. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri üçün sadəcə müəyyən vəzifələr qoyulub ki, vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədləri və məlumatları və bu məqsədlə yaratdığı məlumat mübadiləsi platformasında yerləşdirilməsini təmin etməlidir. Yəni, artıq bu halda vergi ödəyicisi, vergi orqanı lazım olduqda filan sənədi ver, o bir sənədi yox, bu çatışmır, o bir sənədi ver monitorinq müddətində. Bu olmayacaq. Nə sənədlər varsa, hamısı vergi orqanının özünün də çıxış imkanı olduğu bir platforma yaratmalıdır, elektron, həmin platformaya yerləşdirməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, təsdiq etdiyi qaydalara uyğun olaraq daxili nəzarət sistemini qurmalıdır və mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu vergi orqanına təqdim etməlidir, hansı ki, bunun barəsində məlumat verdik. Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi, üfüqi monitorinq zamanı
vergi nəzarətini həyata keçirən vergi orqanı vəzifəli şəxsləri tərəfindən eynən səyyar vergi yoxlamasında olduğu kimi yaşayış binaları, yaşayış sahələri istisna olmaqla vergi ödəyicilərinin ərazilərinə, binalarına daxil olmaq hüququ vardır. Təşəkkür. Üfüqi monitorinqin keçirilməsi aşağıdakı hallarda dayandırılır. Bunun birincisi, vergi ödəyicisinin özünün müraciəti olduqda. Bununla bağlı ərzi ilə təqdim etdikdə vergi orqanı üfüqi monitorinqi dayandırır. Sənədlərin və məlumatların təqdim edilməsinə dair vergi orqanının tələbləri ardıcıl 2 dəfə pozulduqda. Yəni, bu barədə də məlumat verdik. Vergi ödəyicisi məcəllənin 38.1.10-2-ci maddəsinin tələblərinə uyğun olaraq mümkün vergi riskləri barədə məlumatları açıqlamamışdırsa, vergi ödəyicisi üfüqi monitorinqlə əhatə olunan dövr üzrə məcəllənin 38.3.5-ci maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda və ya üfüqi monitorinqlə əhatə olmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı məcəllənin 38.3.1.2-ci maddəsində göstərilən hal üzrə yoxlamanın əhatə etdiyi dövr artırıldıqda. Yəni, bu, hansı ki, üfüqi monitorinq olduğu halda bayaq sadaladığı ki, hansı hallarda səyyar vergi yoxlaması keçirilə bilər, ondan bəhs edir. Eyni zamanda, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, həmin vergi ödəyicisi üfüqi monitorinqdən dərhal çıxarılır. Monitorinq başa çatdıqdan sonra, eynən səyyar vergi yoxlamasında olduğu kimi, vergi ödəyicisinin qərarlardan biri vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi və yaxud məsuliyyətə cəlb edilməsindən imtina edilməsi barədə qərarların ikisindən biri çıxarılır. Burada indi 38.1.15-ci maddəni xatırladır ki, nəzərdə tutulan hal istisna olmaqla üfüqi monitorinq aparılan vergi ödəyicisində vergi tutma bazasının azaldılması və ya düzgün hesablanmasının müəyyən edildikdə 25% miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin o istisna olunan 38.1.15-ci maddə həmin vergi ödəyicisinin təqdim etdiyi hansı ki, daxili nəzarət proseduru çərçivəsində özünün aşkara çıxartdığı vergidən yayınma halı baş verdikdə, o halda maliyyə sanksiyası tətbiq edilmir. Növbəti. Bunun barəsində danışdıq da. Və bunu da qeyd elədik ki, daxili nəzarət sistemi çərçivəsində daxil etdiyi risklər və həmin risklər əsasında aşkar olunmuş vergi qanunvericiliyinin pozulması halları baş verdikdə, bu hal vergi ödəyicisinin belə deyək də, vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi qiymətləndirilir və bu halda bildiyiniz kimi maliyyə sanksiyası tətbiq edilmir. Bunu danışdıq. Buyurun. 58-ci maddəyə bir dəyişiklik baş verib ki, buyurun. Orta və iri sahibkarlıq subyektləri. Bəli. Orta və iri sahibkarlıq subyektləri və üfüqi monitorinqə daxil edilən vergi ödəyicilərinin belə deyək ki, bəyannamə tərtibatında onların amortizasiya normalarında belə, amortizasiya aparılma qaydalarında belə dəyişikliyi var. Sadəcə artıq 114-cü maddəyə çatanda onun barəsində danışacağıq. Yox kimi ödəyəcək, amma üstünlüyü bir dənə 50% zaten normalda ödəyəcək bilirsiniz ki, bu kənar alışması var, özü zaten sanksiyadan ayrılması da normaldır. Bunun nəzər almaq tam görünür Əslində biraz da hansı şirkətlər üçün müəyyən olmuş ki, orada sanatçılar üçün nəzərdə tutulmuş bir halda bax, bir şey deyim də, vergi orqanları ilə münasibətdə istənilən halda o üfüqi sözü biraz belə mənim dilimə yad səslənir. Çünki yoxlama gəlib, hardan vergidən gəlib. Yəni, bu artıq münasibət üfüqidən biraz çıxır əslində. Yəni, bu üfüqi olması, yəni, o bəlli məcburum olma danışmağa.
Üfüqi olması sanki biraz xatırlayırsınız partnyorluq sazişi falan var idi. Yəni nisbətən ona oxşayıb və elektron audit ləğv olunub. Yəni elektron auditin sanki biraz daha təkmilləşdirilmiş formasıdır və biraz da əhatəsi, elektron auditin əhatəsini genişləndirməyə xidmət edir. Səyyar yoxlama ödəyici seçim edir, vergi orqanı rahat seçim edir, ödəyici yoxlayır. Bəli. Bu ödəyici hüquq müraciətini müraciət edir ki, mənə yoxlayır, mənə düzdür. Bu halda onun sanksiya tətbiqi belə ehtimal gözlənilmir. Hər hansı olsa o özü çağırır, yoxsa sanksiyanı görməsə ehtiyac olmaz. Və ya bunu müraciət etdikdə nə üstünlüyü qazanır? O üstünlüyü barədə deyim ki, harasa bir xüsusi şərhini veriblər. Yox, sadəcə buna artıq öz şəxsi təsəvvürlərimizi öz təsəvvürlərimizi qoya bilərik ki, İri şirkətlər üstünə xərc ediləcək ki, bununla yoxlama olmayacaq. sadəcə dediyim kimi, orta və iri sahibkarlıq subyektidir. Deyək ki, bunda səyyar vergi yoxlaması heç bu il gəlmədi. Növbəti il üçün amma yeni gözlənilir ki, gələcək və yaxud o biri il gələcək. Yəni, bunun səyyar vergi yoxlaması ilə əhatə olunması kifayət qədər real bir haldır. O halda yəni həmin mümkün risklərdən nisbətən özünü sığortalamaqla daha az belə deyək ki, itki ilə çıxmaq üçün düşünürəm ki, vergi ödəyiciləri o avantajdan istifadə edəcəklər. Vergi orqanında uçota almaq haqqında ərizənin verilməməsinə görə, sahibkarlıq fəaliyyəti göstərilməyə görə, bildiyiniz kimi, bu halda vergi ödəyicilərinə 40 manat miqdarında maliyyə sanksiyası tətbiq olunurdu. Artıq 2026-cı ilin yanvarın 1-dən edilən dəyişikliklər əsasən bu məbləğ 200 manata qaldırılmışdır. Və bayaq qeyd elədiyim dəyişikliklərlə də bir növ əlaqələndirmək istəyirəm ki, qeyd elədiyim kimi, ərizənin verilməsi elektron və kağız daşıyıcıda mümkündür. İndi kağız daşıyıcıda göndərəndə onun post vasitəsindən göndərilməsini istisna edirlər. Dəyişin. Bildiyiniz kimi, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri sabit qəbz almadan fəaliyyət göstərdikdə, bu vergi orqanının nəzarət tədbirləri çərçivəsində aşkar edildikdə, bu halda birinci dəfə, il ərzində birinci dəfə sabit qəbzə əsasən ödənilməli olan vergilərin və dövlət sosial sığorta haqlarının zəmininin 40% miqdarında və ikinci dəfə 100% miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Artıq həmin vergi ödəyicilərinin siyahısı biraz da genişləndirilib. Həmin vergi ödəyicilərinə eyni zamanda mülkiyyətində olan pay torpaqlarından istifadə edən şəxslər, hansı ki, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının norması müəyyənləşdirilib, ödəmədən o pay torpaqlarından istifadə etdikdə həmin maliyyə sanksiyalarının tətbiqi həmin şəxslərə də aid ediləcək. Növbəti. Faizin hesablanmasından söhbət gedir. Bildiyiniz kimi, faizin hesablanması səyyar vergi yoxlamasında, səyyar vergi yoxlaması bitdikdən sonra hesablanmış vergilər üzrə bir il ərzində faiz hesablanırdı. Deyək ki, səyyar vergi yoxlamasının aktı işləndi, məsələn deyirəm, dekabrın 31-də, yanvarın 1-dən etibarən faiz hesablanmağa başlayırdı. Məsələn, kameral vergi yoxlamasında fərqlidir. Kameral vergi yoxlaması bildiyiniz kimi əvvəlki 3 illik dövrü əhatə eləyə bilər. Deyək ki, 2 il bundan öncə hansısa bir dövrə kameral vergi yoxlaması ilə vergi hesablandı və borc yarandısa, faizin hesablanması həmin dövr üzrə başlayır və hesablanması bir il ərzində davam edir. Və burada üfüqi monitoring nəticəsində hesablanmış vergilərə faizlərin tətbiqindən də bəhs olunur ki, bu da eynən səyyar vergi yoxlamasında olduğu kimi monitoring bitdikdən sonra artıq faizin hesablanması başlayır və bir il ərzində eynən əvvəlki kimi ödənilməmiş verginin 0,1% miqdarında hər gün faiz hesablanır. Bu halda bildiyiniz kimi vergi ödəyicilərində aparılan yoxlamalar zamanı və yaxud vergi nəzarəti tədbirləri zamanı vergi orqanı onun sahibliyində olan malların həqiqətən yerində olub-olmamasını araşdırır. Bilmirəm, indi təbii ki, aramızda sahibkarlar da var, mühasiblər də
çoxdur və bu hallardan dəfələrlə şahidi olmuşuq, rastlaşmışıq ki, vergi orqanı yəni qısaca mal qalığı tədbiri deyilən operativ nəzarət tədbiri zamanı vergi orqanı əgər tutaq ki, balans məlumatlarına əsasən, bəyannamə məlumatlarına əsasən vergi ödəyicinin sahibliyində 100 minlik mal olmalıdır, amma vergi orqanı aşkar edir ki, həmin mallar yoxdur. O halda həmin nəzarətin keçirildiyi hesabat dövrü üzrə həmin malların bir müqavilə çərçivəsində təqdim edildiyi kimi qiymətləndirilir və kameral vergi yoxlaması ilə həmin mallar təqdim edilmiş kimi qiymətləndirilərək vergi hesablanırdı. Səyyar vergi yoxlamasında o hal aşkar edildikdə, səyyar vergi yoxlamasının müddətini əhatə edən sonuncu hesabat dövrü üzrə, deyək ki, 1 illik müddətin sonuncu hesabat dövründə, deyək ki, dekabr ayında bitirsə, dekabr ayı üzrə həmin malların təqdim edilməsi kimi qiymətləndirilirdi. Eynən üfüqi monitorinqdə də o forma olacaq, səyyar vergi yoxlamasında olduğu kimi, əgər sahibliyində olan malların yerində olmadığı aşkarlanarsa, o halda üfüqi monitorinqlə əhatə edilən hesabat dövrün sonuncu hesabat dövrü üzrə təqdim etmə kimi qiymətləndiriləcək və əlavə vergilər hesablanacaq. Dövlət informasiya ehtiyatlarının sistemlərinin və elektron xidmətlərinin vahid reyestrinə daxil edilmiş elektron xidmətlərlə bağlı vergi ödəyiciləri tərəfindən vergi orqanlarına göndərilən sənədlər yalnız elektron kabinet vasitəsilə elektron qaydada həyata keçiriləcək. Onsuz da bugünkü gün vergi orqanlarının yazışmalarımızın demək olar ki, 99%-i elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron qaymə fakturalarla bağlı müəyyən dəyişikliklər var. Bildiyiniz kimi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı elektron qaymələr işlər görüldükdən və xidmətlər göstərildikdən sonra 5 gün ərzində təqdim edilirdi. Yenə bu 5 gün yerində qalır. Sadəcə iki halda beynəlxalq daşımalar və daimi əsaslarla, müntəzəm əsaslarla göstərilən xidmətlər. Bunlar ayrılır. O 5 gün onlara aid deyil. Beynəlxalq daşımalarla bağlı elektron qaymə faktura daşıma başlayanadəkdir. Müntəzəm və daimi əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı isə xidmətlərə göstərilməsinə başlanıldığı vaxt. Məsələn, müntəzəm və daimi əsaslarla göstərilən xidmət dedikdə, məsələn, götürə bilərik icarə haqqı. Yəni, birbaşa müqavilə var ki, hər ay filan qədər sabit məbləğdə icarə haqqı ödəniləcək. O halda ayın əvvəlindən artıq elektron qaymə təqdim edilməlidir. Və yaxud bizim əksəriyyətimizin göstərdiyimiz mühasibatlıq xidməti. Vergi ödəyicisi ilə müqavilə bağlamışıq ki, aylıq stabil filan məbləğə xidmət göstərəcəyik. O xidmətə başlanıldığı anda, yəni ayın əvvəlində həmin elektron qaymə fakturalar göndərilməlidir. Növbəti. Dediyim deməli, indiyə qədər, bu il 2026-cı ilədək alınmış avanslar barədə elektron qaymə növü mövcud idi və bu da belə idi ki, avansın alındığı gün alınmış avanslar barədə qaymə idi və avansın alındığı gün avans alan tərəfindən təqdim edilirdi. Təəssüf ki, həmin elektron qaymənin mahiyyətini bir çox şirkətlər və mühasiblər düzgün başa düşmədilər. Avans ödənilməmişdən qarşı tərəf elektron qaymə yazır ki, mənə avans ödə. Və hətta biri avans və yaxud mən avans ödəməliyəm. Mənə qaymə yazır ki, və yaxud mən avans tələb edirəm ki, avans ödənilməlidir. Məndən tələb edir ki, mütləq qayməni yaz, sonra ödəyim. Halbuki onun mahiyyəti başqa idi ki, avans ödənildikdən sonra artıq bank hesabına daxil oldu. O halda alınmış avans barədə qaymə təqdim edilməli idi. Və həmin gedişatda ola bilsin ki, indi vergi orqanları tərəfindən müsbət qiymətləndirilib və alınmış avans haqqında qaymə dəyişdirilərək avans qayməsi kimi qiymətləndirilir və avans alındığı günədək elektron qaymənin təqdim edilməsi əvvəlcədən artıq təqdim edilməlidir. Sonra, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ƏDV-nin geri qaytarılması
müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi qaydalar əsasında formalaşdırılır ki, həmin belə deyək, Azərbaycan alınmış mallara eyni zamanda tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən də ƏDV-nin qaytarılmasını əlavə ediblər. Yəni, təkcə alınmış mallara görə deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında ƏDV ödəyicisi olan tibb müəssisələrindən də xidmətlər aldıqda ona görə ƏDV-ni geri qaytara biləcəklər. Növbəti. Elə həmin şeydir. Bu da dediyim kimi, əvvələ qaytarın. Əvvəl alınmış avans ödənişləri idi, indi sadəcə avans ödənişləri barədə elektron qaynadır. Yazılar üzümə düşür. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması bu məcəllərin əvvəl belə idi ki, məcəllərin 191.5-ci maddəsində əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla var idi. Digər hallarda artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin müraciətinə əsasən geri qaytarılırdı. İndi artıq həmin 191.5-ci maddəyə edilən dəyişikliklərə əsasən artıq aksizlər icbari tibbi sığorta fonduna ödənilmədiyi üçün artıq o hissəyə ehtiyac olmur və nəticə etibarilə sadəcə vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri hesablanmış məbləğlərindən çox olduqda onlar vergi ödəyicisi müraciətinə əsasən geri qaytarılır. Bir də yeni maddə var 88.4. Məcəllərin 88.1.1-ci maddəsinin müddəaları məcəllərin 221.4.7 və 221.8.6 maddələrində nəzərdə tutulan hallara şamil edilmir. Deməli 88.1.1 nədir? Vergi ödəyicisinin əgər dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu varsa, vəsait ödənildikdə yaranma ardıcıllığına görə köhnədən təzəyə əvvəlcə vergilərin, sonra faizlərin, sonra maliyyə sanksiyaları üzrə borcların silinməsinə aid edilirdi. Qaytarmayın. O niyə bu? Amma bu fərqlənmə nişanı alan vergi ödəyiciləri və mülkiyyətində olan torpaq sahələrinə görə məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərə bu hal şamil deyil. Yəni, fərqlənmə nişanı üzrə, tutaq ki, mən 2 ay bundan öncə öhdəliyim var idi, ödəməmişəm o öz yerində. Amma məsəl üçün, mən indi ödəniş eləyərək cari ay üçün fərqlənmə nişanı alıramsa, artıq o köhnə borcumun bağlanmasına yox, məhz cari öhdəliyimin yerinə yetirilməsinə aid ediləcək. Dəyişin. Çox belə geniş müzakirələrə səbəb olan və başı bəlalı 101-ci maddə. Bildiyiniz kimi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda fəaliyyət göstərən, işləyən muzlu işçilərin muzlu işlə əlaqədar əldə etdikləri gəlirlər 2019-cu ilin yanvarın 1-dən 7 il müddətinə əgər gəlir 8.000 manata dək idisə, 0% dərəcə ilə cəlb olunurdu. 8.000-dən yuxarı məbləğlər isə 14% dərəcə ilə cəlb olunurdu. Amma artıq həmin müddət başa çatdı və çox geniş müzakirələrdən sonra və sahibkarları da və muzlu işlə əlaqədar gəlir əldə edən şəxsləri də bu hala öyrəşdirmək üçün bunu artıq mərhələli şəkildə 2026-cı ildə bir cür, 2027-də başqa, 2028-ci ildən etibarən isə başqa formada tutulması nəzərdə tutuldu. Belə ki, bir dənə də dəyişin. Yox, qalsın. Belə ki, 2026-cı il üzrə muzlu işlə əlaqədar, təbii ki, artıq qeyri-dövlət sektorundan danışıram, hər dəfə bunu təkrar eləmək istəmirəm. Muzlu işlə əlaqədar gəlir
2500 manata dək olduqda 3%, 2500 manatdan 8000 manata dək olduqda 75 manat, üstəgəl dəqiq rəqəmi artıq beynində hesablayıb günləri yadında saxlamışım. 2500-dən 8000-ə qədər olan hissənin 10%, üstəgəl 75 manat. 8000-dən yuxarı olduqda isə artıq 8000-ə qədər olan hissə yenə öz yerində, 8000-dən yuxarı olan hissənin 14% miqdarında muzlu işlə əlaqədar gəlir vergisi hesablanır. Buyurun. Orada 200 manat güzəşt var idi. Bəli, təbii. Onun tətbiqi nasıl olsa? Onun tətbiqi onsuz da onun buna aidiyyəti yoxdur. O tətbiq yenə yerindədir. O 2500-ə dək olduqda, 2500-ə dək olduqda 200 manat tətbiq olunur. Amma 2500 manatdan yuxarı olanda artıq yenə birbaşa 3%, artıq 200 manat çıxılmadan 3%, bəli. Və burada əsas sual doğuran və müzakirələrə yol açan əsas hallar nədən ibarətdir? Bəlli olduğu kimi bizdə, Azərbaycanda işçilər adətən işə qəbul edilərkən onunla əmək haqqı məsələləri net əmək haqqı üzərindən danışılır. Yəni, düzdür, istisnalar var, amma mən tanıdığım, bildiyim əksər şirkətlərdə net əmək haqqı üzərindən danışılır. Və nəticə etibarı ilə o şirkətlərdə demək ki, həmin o 3%, 10%, 14% vergilər gəlir nəticə etibarı ilə sahibkarların yükünü artıran bir haldır. Yəni, bu halda sahibkarların biraz halına acımamaq olmur. Dəyişin. Dəyişin də artıq danışdıq. Bir də. Özür istəyirəm. 2026-cı ildə 3% idi, 2027-ci ildə 3% olacaq 5%, 2028-ci ildə 7%, ondan sonra forma inşallah ki, davam edəcək. Gəlir vergisinin dərəcəsi. Burada dəyişiklik olan nədir? Bu maddədə dəyişiklik olan qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5% dərəcə ilə vergi tutulur. Əvvəl bu yalnız rezident tərəfindən ödənilən dividend 5% cəlb olunurdu. İndi artıq qeyri-rezidentdən alınan dividend də 5% eləyir. Bu maddə 102-ci maddədə də, 106-cı maddədə də, eyni zamanda ƏDV-də də, sadələşdirilmiş vergidə də bu media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin azad olmasının müddəti başa çatırdı. Onu daha 3 il müddətində artırdılar ki, gəlir vergisindən və mənfəət vergisindən azaddılar. Bir də darıxmayın. İctimai iaşə fəaliyyəti və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən məcəllərin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır. Yəni, burada 102-ci maddədə fiziki şəxslərdən bəhs edir, 106-cı maddədə hüquqi şəxslərdən bəhs edəcək. Sadəcə mahiyyət nədən ibarətdir? Bildiyiniz kimi, daha öncədən özəl tibbi fəaliyyətlə məşğul olan vergi ödəyiciləri nəzarət kassa aparatına inteqrasiya edilmiş postterminal vasitəsilə aparılan əməliyyatlarının 50%-i ƏDV-yə cəlb edilmirdi. ƏDV-yə cəlb edilmirsə, demək ki, həmin 50%-ə görə hesablanmalı olan ƏDV artıq qalır kimdə? Vergi ödəyicisinin özündə. Bu da gəlir kimi qiymətləndirilə bilər, qiymətləndirilməlidir. Və həmin gəlirlər eyni zamanda gəlir vergisindən də azaddır. İndi biz ƏDV-yə çatanda, ƏDV-də dəyişikliklərə çatanda barəsində daha ətraflı danışacağıq onu. Sadəcə o gəlir kimi qiymətləndirilməsini bu maddədə ehtiva edir. Bunu dəyişim. Mənfəət vergisindən azad olmalar və güzəştlər. Eynən bayaqki kimi. Bayaqçında media subyektləri və ictimai iaşə fəaliyyətindən məşğul olan şəxslərdən gəlir vergisindən bəhs edirdi. İndi artıq burada mənfəət vergisindən bəhs edir. Necə? 6 il azad olmalar var. 36 il.
Bir ildən 3 ilə 6 il müddət. Bir ildən 3 il. Hə, 2023-cü il o əvvəlki versiyasıdır. 2 yanvar burada. Bir ildən 3 il 6 ilə dəyişir. Hə, 6 il müddətində. Bəli, onu 3 il idi. Bunun üstündən xətt çəkilməli idi. Yəqin ki, o redaktda səhv olubdu. 3 il idi. O dediyim kimi, onun müddəti artıq başa çatmışdı. Ona görə əlavə bir 3 ildə artırdılar onu. Dəyişin. Hə, üfüqi monitorinqin daha bir özəlliyi. Bildiyiniz kimi, vergi məcəlləsinə əsasən indiyə qədər amortisasiya normaları ancaq azalan qalıq dəyəri metoduna əsasən aparılırdı. İndi üfüqi monitorinqə daxil edilən vergi ödəyicilərinin artıq amortisasiyanı düz xətt metodu ilə aparmaq kimi bir imkanları var. Yəni, bu yalnız üfüqi monitorinqə daxil olan vergi ödəyicilərinə aiddir və hansı metodu seçirsə, o 3 il ərzində o metod dəyişməz qalır və metodu seçməsi barəsində də hər il aprel ayının 15-nə qədər, daha doğrusu bir dəfə aprel ayının 15-nə qədər məlumat təqdim etməlidir. Bu əvvəlki versiyasıdır. İndi yeni bir dənəsi dəyişim dənə. Deməli, düz xətt metodu ilə illik amortisasiya normaları necə müəyyən edilmişdir? Torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikililər, qurğular 44 il, maşın və avadanlıqlar 14 il, yüksək texnologiyalar məhsulu 11 il, xidməti nəqliyyat vasitələri 14 il, digər nəqliyyat vasitələri 14 il. Yəni, bunun hamısını sadalamaq kimi bir niyyət, belə artıq görürəm də, ondan sonra daha belə ətraflı bunun haqqında məlumat verəcəyik. Dəyişin zəhmət olmasa. Mən bir dənə qaytarılacaq. Qaytarın. Hı? 2000, bəli. Üfüqüdə olanlara aiddir. Orada da digər əsas vəsaitlər kateqoriyası gedirdi də. Burada artıq daha belə konkretləşdirdilər. Bunun əvvəlkinə qaytarın zəhmət olmasa. Deməli, əvvəl elə idi ki, əsas vəsaitlərin kateqoriyalar üzrə amortisasiya ayırmaları 114-3-cü maddəsi ilə hər kateqoriya üzrə əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortisasiya normasını ilin sonuna qalıq dəyərini tətbiq etməklə hesablanır. Hər hansı kateqoriya... Burada dəyişənləri bir saniyə. Bu dəyişiklik bir şey yoxdur burada. Əvvəl elə ki, binalar, tikililər, qurğular üzrə amortisasiya ayırmaları hər bir tikili üzrə ayrı-ayrılıqda aparılırdı. Amma yəni digərləri üçün ayrı-ayrılıqda aparılması üçün bir tələb yox idi. Amma indi düz xətt metodu ilə amortisasiya aparıldıqda, amortisasiya aparılan bütün əsas vəsaitlər üzrə bu ayrı-ayrılıqda aparılmalıdır. Bir də bu maddələrdə əvvəl amortisasiya hesablanması məqsədləri üçün, yəni azalan qalıq dəyərinə aid olan nəsə varsa, onsuz da əvvəl zaten ancaq azalan qalıq dəyəri metodu idi. İndi amma həmin o azalan qalıq dəyərinə aid olan maddələrin hamısının əvvəlinə azalan qalıq dəyəri metodu ilə amortisasiya hesablanması zamanı sözünü əlavə ediblər. Necə elə bildim? Dəyişin. Dəyişin. İndi bu amortisasiya, düz xətt metodu ilə amortisasiyanın aparılmasına dair bir neçə nüans var ki, üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri cari il ərzində amortisasiya ayırmalarının hesablanması üçün iki mümkün amortisasiya metodundan birini seçir. Yəni, istəsə azalan qalıq dəyəri ilə, istəsə düz xətt metodu ilə. Yəni, bu üfüqi monitorinqdədirsə, o demək deyil ki, mütləq düz xətt metodu olsun. Hər il aprel ayının 15-nədək bu barədə, hər il yox, daha doğrusu, birini seçir, o 3 il ərzində zaten dəyişmir. Aprelin 15-nədək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyiciləri tərəfindən seçilmiş amortisasiya metodu 3 il ərzində dəyişdirilmir. İl ərzində aprel ayının 15-nədək ləğv edilən vergi ödəyiciləri tərəfindən əvvəlki ildəki amortisasiya metodu tətbiq edilir.
Yəni, ola bilər ki, aprel ayının 15-nədək artıq vergi ödəyicisi ləğv edilsin, həmin o müddət üzrə əvvəlki ilin amortisasiya metodu tətbiq edilir. Azalan qalıq dəyəri metodu ilə amortisasiya ayırmalarının hesablanması məcəllənin 114-cü maddəsinə uyğun olaraq həyata keçirilir, bu bəllidir. Əsas vəsaitlər üzrə amortisasiyanın azalan qalıq dəyəri metodundan düz xətt metoduna keçid zamanı illik amortisasiya məbləği həmin əsas vəsaitlərin keçid tarixinə olan qalıq dəyərinin həmin tarixə qalan istifadə müddətinə bölünməsi yolu ilə hesablanır. Bu nədir? Deyək ki, nəqliyyat vasitələri üçün neçə il idi? 14 il idi, səhv eləmirəmsə. 14 il. Xidməti nəqliyyat vasitələri üçün 19 idi, nəqliyyat vasitələri üçün 14 il. Deyək ki, sıfırdan aldığım nəqliyyat vasitəsi 5 ildir mənim şirkətimin balansındadır. Mən 5 il buna amortisasiya eləmişəm və deyək ki, 100 minlik nəqliyyat vasitəsi gəlib düşüb, məsələn deyirəm də, 60 minə. Artıq bunun istifadə müddəti nə qədər qalıb? 9 il. Mən keçid eləyəndə düz xətt metoduna, əvvəlki ilin sonuna qalan qalıq dəyərini artıq 9 ilə bölərək hər il bərabər hissələrlə xərcə salacaq. Düz xətt metodu ilə illik amortisasiya məbləğləri həmin əsas vəsaitlərinin ilkin dəyərinin onların məcəllərin 114-cü maddəsi ilə müəyyən olunmuş istifadə müddətlərinə bölünməsi yolu ilə hesablanır. O bəlli olduğu kimi, yəni ilin əvvəlindən nədirsə, düz xətt metoduna olduğu halda o istifadə müddətinə bərabər hissələrdən bölünür. Bu metodun tətbiqi zamanı həmin əsas vəsaitlər üzrə məcəllərin 115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırılmadan artıq olan hissəsi onların ilkin dəyərinə əlavə edilir və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitlərin məcəllərin 114.3.1-ci maddəsinə əsasən maddəsi ilə müəyyən edilmiş istifadə müddətinə bölünməklə gəlirdən çıxılır. Yəni, zənnimcə bunun bir xüsusi şərhə ehtiyacı yoxdur. Çünki norma daxilində xərcləri, təmir xərclərini biz birbaşa xərcə silirik. Normadan artıq olduqda isə onun ilkin dəyərinə əlavə edilir və bərabər hissələrlə həmin müddət ərzində xərcə silinir. Dəyişin. Düz xətt metodundan azalan qalıq dəyərinə keçid daha sadədir. Belə ki, düz xətt metodu ilə amortisasiya eləmişik. İlin sonuna qalıq dəyəri nədirsə, növbəti ilə əgər azalan qalıq dəyəri metodu ilə amortisasiya eləyiriksə, artıq azalan qalıq dəyəri metodunun normalarına uyğun olaraq biz əsas vəsaitləri amortisasiya eləyərək xərcə siləcəyik. Vergi ödəyicisində üfüqi monitorinqin keçirilməsi dayandırıldıqda, vergi və ya vergi ödəyicisi üfüqi monitorinqdən çıxarıldıqda, həmin hesabat ilində amortisasiya ayırmaları məcəllərin 114.11.2-ci maddəsinə uyğun olaraq hesablanır. Yəni, düz xəttdən azalan qalıq dəyərinə keçmiş formada, artıq azalan qalıq dəyəri metodu ilə. Bu, əsaslı təmir xərclərindən danışdıq, hansı ki, onun dəyərini artırır, dəyişir. 115-ci maddə. Əslində bunu da danışdıq. Danışmışıq bunu. Ödəmə mənbəyində icarə haqqından və royaltidən vergi tutulması. Burada yeni bir ifadə, icarə haqqı ilə bərabər kirayə haqqını da əlavə edilir. Görünmüdür mü? Odur. Kirayə haqqı, əvvəl elə ki, yalnız icarə haqqı və royaltidən, indi eyni zamanda kirayə haqqını da əlavə ediblər. Bu da belə ictimaiyyət arasında, sosial şəbəkələrdə falan belə geniş əks-səda doğurdu ki, ay aman, ev kirayələrinin də 10% vergi tutacaqlar, nə edəcəklər? Sadəcə, əvvəl elə ki, bu 14% idi, indi bunu salıblar 10%-ə. Sadəcə, burada kirayə anlayışında biraz diqqət yetirilməli məsələlər var. Ki, mütləq şəkildə yaşayış sahəsi olmalıdır və otel-motel qismində bir şey olmamalıdır, yəni yaşayış evindən gedir söhbət və icarəyə verən də, icarəyə götürən də fiziki şəxslər olmalıdır.
özünə məxsus deyək ki, daşınmaz əmlakı kirayə verirsə artıq, o halda 10% ödəmə mənbəyində vergi tutulur. Amma eynən icarədə olduğu, burada bir icarədən fərqi ondan ibarətdir ki, icarədə ödəmə mənbəyində tutulurdu, amma kirayədə əgər kirayə götürənin vergi orqanında uçotu yoxdursa, kirayə verən özü vergi orqanında uçota duraraq illik bəyannamə də təqdim etməlidir. 10%, bəli. Şirkətə versin. Şirkətə verdiyi təqdirdə yox, bu artıq kirayə sayılmır. Ona görə ödəmə mənbəyində 14% vergi tutulacaq. Fiziki şəxslərə kirayə verməlidir. Hə, yaşayış sahəsi, bəli. Bir yaşayış olsa, İkisinin də böyüyünü olsa artıq razılaşmalarına əsasən ya ödəmə mənbəyində vergi də tutula bilər. Amma o halda da yəni söhbət kirayədən gedirsə, kirayə bildiyiniz kimi bu artıq qeyri-sahibkarlıq məqsədi daşıdığına görə, düzdür, əslində icarədən gəlir də qeyri-sahibkarlıqdır. Yəni kirayədə sadəcə kirayəyə götürən də bunu qeyri-sahibkarlıq məqsədi ilə götürür. O halda yəni daha məqsədə uyğundur ki, kirayə verən özü bəyannaməsini təqdim eləsin. Sadəcə eşitdiklərimlə, bildiklərimlə artıq mənzillərin kirayə verilməsi ilə bağlı nəzarət sistemi biraz digər dövlət orqanları tərəfindən daha gücləndirilir. Mütləq şəkildə notarial müqavilələr tələbi olunmalıdır və yəqin ki, bu sxemə vergi orqanı da özü nüfuz eləyəcək və nəticə etibarilə artıq əvvəlki kimi biraz yayınmalar mümkün olmayacaq. Yəni olacaq təbii ki, yəni mümkünsüz heç nə yoxdur, amma əvvəlki qədər rahat olmayacaq. Onun təqdir deyil, yəni ikisinin də böyüyü varsa, hansı verməlidir? Sadəcə o qeyd olunur ki, kirayə götürənin böyüyü yoxdursa, kirayə verən özü uçota durub ödəməlidir. Buyurun. Məsələn, onu da siz bir hafta deyildinizdə, yaşayış sahələrini notariusdan müqavilə imzalı götürəndə icarə kimi icazə verilir. Deyirlər ki, kirayə kimi. Onda belə çıxır ki, hüquqi şəxs də götürə bilər də kirayə. Hüquqi şəxsli kirayə müqavilə, icarə müqaviləsi bağlaması, hansısa bir yaşayış sahəsi boks kimi eləmək istəyir. Onu notariuslar qeydiyə almırlar ki, o yaşayış sahəsidir. Onun icarə kimi yox, kirayə kimi götürür, ancaq bildirirlər. Yəni sadəcə dediyim kimi, burada ancaq fiziki şəxslərdən söhbət gedir. Yaşayış sahəsini əgər hüquqi şəxs götürürsə, hüquqi şəxs onu belə deyək də, hüquqi şəxsin icarəyə verdiyi də, icarəyə götürdüyü də, bu hamısı sahibkarlıq fəaliyyətidir. Fiziki şəxs icarəyə verirsə, bu qeyri-sahibkarlıq. Bizim yəqin ki, onunla da bağlı artıq notariuslarla da yəqin müvafiq şey edəcək. Yaşayış sahəsi kirayə kimi götürür. Eşinirsiniz? Hə, gəlirlərin və zərərlərin nəzərə alınmaması ilə bağlı amortisasiya olunmayan aktivlərin alınması və quraşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar gəlir kimi qiymətləndirilməyəcək. Bir də amortisasiya olunan aktivlərin alınması və qurulması elə həmin şeydir. 2025 ilində kənd təsərrüfatı məhsullarının toplam satışına ədəbi ticarət əlavəsindən hesablanan vergili məbləği hesab edilirdi. İndi artıq bura balıq məhsulları da əlavə edilib, ticarət əlavəsinə bağlı. Sadəcə bir fərq var ki, kənd təsərrüfatı məhsullarında xaricdən alınan kənd təsərrüfatı məhsullarından bağlı da ticarət əlavəsi tətbiq edilirdi. Amma indi artıq xaricdən alınan balıq məhsullarına bu aid deyil. Hə, 155.1-ci maddə, yeni maddədir. Kifayət qədər maraqlı və sahibkarlar üçün belə xüsusi imkanlar yaradan az saylı maddələrdən biridir ki, ƏDV qeydiyyatından bağlı 155.1-ci maddədə ƏDV qeydiyyatından bəhs olunur. Əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən, yəni burada 200 minlik limit hansı ki müəyyən olunubdur, müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada postterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq etməklə nəzərə alınır. Bu dəyişiklik layihəsi ortalığa çıxanda çox adamda belə wow effekti yaratdı ki, 200 mini 400 min eləyiblər, nə yaxşı.
Amma əslində məsələ ondan getmir. Burada yalnız postterminal vasitəsilə aparılır. Yenə 200 min məsələsi qüvvədədir, 200 mindir. Sadəcə postterminal ardıcıl 12 ay ərzində postterminal vasitəsilə aparılan əməliyyatlar 0,5 əmsal tətbiq etməklə hesablanır. Və burada bir əmma da ondan ibarətdir ki, bu 2026-cı ilin yanvarın 1-dən etibarən postterminal vasitəsilə aparılan əməliyyatlara aiddir. Bilirsiniz ki, ƏDV qeydiyyat məqsədləri üçün o 200 min məsələsi ardıcıl 12 ay özündə ihtiva edir. Deyək ki, 2025-ci ildə nağd və ya nağdsız, deyək ki, 2025-ci ilin 3 ay ərzində nağd və ya nağdsız, son 3 ayında nağd və ya nağdsız ümumi dövriyyə olub, deyək ki, 150 min manat. Artıq bunun 200 mini keçməsi üçün 50 min manat, ilk aylarda 50 min manat kifayət edir. Artıq 26-cı ilin yanvarın 1-dən etibarən deyək ki, 50 min cəmi satış eləyib. Bunun 40 mini postterminallandır, 10 mini nağdır. Artıq 40 min postterminalla olunan əməliyyatlar 20 min kimi götürüləcək və 10 min də nağd üzərinə gələcək 30 min. Və müxtəlif versiyalar üzərində, nümunələr üzərində barəsində danışaq. Deyək ki, vergi ödəyicisinin ardıcıl 12 ay ərzində, tutaq ki, bütün fəaliyyətdə 2026-dan sonraya aiddir. Ardıcıl 12 ay ərzində nağd dövriyyəsi təşkil edib, deyək ki, 100 min manat, nağdsız dövriyyə postterminal vasitəsilə təşkil edib, deyək ki, 150 min manat. Ümumi dövriyyə oldu 250 min manat. Normalda indiyə qədərki versiya görə keçməli idi. Amma artıq o 150 min manat dövriyyə 0,5 əmsal tətbiq olunduğuna görə ƏDV qeydiyyatına durma məqsədləri üçün 75 min kimi qiymətləndiriləcək və həmin ardıcıl 12 ay ərzində artıq 200 mini keçmədiyi üçün ƏDV qeydiyyatına alınmayacaq. Vergini də öz qaydasında ödəyəcək, o güzəştdir ona. Vergi öz qaydasında ödəyəcək. Sadəcə yəqin ki, o bəyannamələrdə də o müəyyən hissələri artıracaqlar onunla bağlı ki, və sadəcə bu halla bağlı onu deyim ki, vergi ödəyicilərinin, sahibkarlarının xeyrinə olan bir hal olmaqla yanaşı, biraz mühasiblərdən xüsusi diqqət və incəlik tələb eləyir ki, bəli, sizin sözünüzə qüvvət olaraq da, yəni mən sahibkarlara tövsiyə edirəm ki, məhz bu fəaliyyətlərlə bağlı mühasiblərin qədrini bilmək lazımdır. İlk növbədə onların əmək haqlarını və xidmət haqlarını qaldırmaq lazımdır. İndi mən öz adımdan bunu sərt şəkildə deyə bilmirəm, amma sizə tövsiyə edirəm. Çünki xidmət göstərdiyim sahibkarlardan bu zalda indi əyləşənlər var, onlardan çox razıyam. Pərakəndə ticarət və əhali, vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər, istənilən xidmət. Yəni, bura ictimai yaşa da daxildir və digər xidmət sahələri də daxildir. Və postterminal məsələsi, bayaq məsələn, ƏDV-də, indi yenə danışacağıq ƏDV-də onun barəsində. Hansı ki, keçən də bəlli idi ki, özəl tibb müəssisələri tərəfindən göstərilən, postterminal vasitəsi ilə göstərilən xidmətlər 50% ƏDV-yə cəlb edilmirdi. İndi buna ictimai iaşəni də əlavə ediblər. Amma bir nüans fərqi var ki, orada artıq postterminalla bağlı xüsusi bir şərt var ki, həmin postterminal nəzarət kassa aparatına real rejimdə inteqrasiya edilmiş postterminallar vasitəsindən aparılmalıdır. Bu 200 min limiti ilə bağlı o hal qeyd olunmayıb. O hal yoxdur. Yəni, postterminalla əməliyyat apardı, sadəcə bir sərbəst satış, bir xidmət satışı kimi vurdu. Amma inteqrasiya edilməsi, daha doğrusu inteqrasiya məsələsi ilə bağlı çox yox. Yəni, bura gəlməmişdən öncə o məsələni daha dəqiqləşdirmək üçün ki, yəni bildiyim ki, düşündüm ki, suallar yaradacaq, ona hazır olmaq üçün. Bankla da danışdım, nəzarət kassa aparatının şirkətləri ilə də, servis texniki xidmət şirkətləri ilə də danışdım. Orada ondan sadəcə bəhs elədilər ki, məsələn, postterminalla satış elədirsə, nəzarət kassa aparatına inteqrasiya edilməsi, yəni vergi ödəyicisinin daxili sisteminə, yəni çekin üzərində avtomatik olaraq göstərilən xidmətlərin, satılan malların mütləq şəkildə adı yazılmasından bəhs eləyərək və nağdsızdırsa, orada da çekin üzərində də nağdsız olması artıq o inteqrasiya edilmiş hesab edilir.
Amma bu hal üçün aidiyyatı yoxdur. Sadəcə postterminalla əgər dövriyyə postterminalla formalaşıbsa, inteqrasiya edilib edilməməyindən asılı olmayaraq burada 0,5 əmsal tətbiq olunur. Orada da. Bəli, sadələşmişdə də danışacağıq. İnteqrasiya olunmuş. Orada daxili sistem yoxsa nəzarət kassa aparatına inteqrasiya olması? Postterminalın nəzarət kassa aparatına inteqrasiya olunur. Hərçənd ki, sizin sözünüzə qüvvət, mən istər kassa şirkətinin, istər bankın verdiyi cavabla tam qane olmadım. Təbii ki, onun araşdırılması gedəcək. Sadəcə, mən bunu hətta vergi orqanı əməkdaşlarından belə soruşmuşam ki, hazırda operativ nəzarətlə məşğul olan ki, inteqrasiya dedikdə başqa nə nəzərdə tutulur? İnteqrasiya, bildiyiniz kimi, sadəcə göstərilir ki, çekin üzərində nağd və ya nağdsız olması əksini tapır. Eyni zamanda da göstərilən xidmətlərin, satılan malların adı, sayı, qiyməti göstərilməklə o forma qeyd olunur. İndi bu, artıq bu aydan etibarən, yəni yanvar ayının ədəbi bəyannamələrindən etibarən artıq bəlli olacaq ki, yəni inteqrasiya tam düşündüyümüz kimidir, ya elə deyil. Amma dediyim ki, mən 100% o nəticəyə hələ ki nail ola bilməmişəm. Media subyektləri 164-cü maddə ƏDV-dən azad olma, bayaq gəlir və mənfəət vergisində danışdığımız kimi, burada da media subyektlərinin gəlirləri müddət başa çatırdı, daha 3 il müddətində onun ƏDV-dən azad olması artırıldı. Deməli, sənaye yaxud texnologiyalar parklarının infrastrukturunun istehsal sahələrinin yaradılması ilə bağlı əvvəlki versiyada belə idi ki, texnologiyalar parkının idarə edici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti təsdiq edici sənədi əsasında texnikanın və texnoloji avadanlıqların, qurğuların idxalı ƏDV-dən azad idi. İndi bunu dəyişiklik ondan ibarətdir ki, heç də bütün avadanlıqların, qurğuların idxalından söhbət getmir. Onun üçün də artıq İqtisadiyyat Nazirliyi tərəfindən siyahısı müəyyən edilmiş avadanlıqların, qurğuların idxalı ƏDV-dən azad olacaq. Yəni, bu ƏDV-dən azad olmanı biraz məhdudlaşdırır bu maddə. Əvvəl Sənaye və Texnologiyalar Parkının idarə edici təşkilatı və operatoru tərəfindən idi. İndi artıq orada qeydiyyatda olan rezidenti tərəfindən də həmin malların, avadanlıqların heç də bütün hamısının idxalı deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni İqtisadiyyat Nazirliyi tərəfindən siyahısı müəyyən edilmiş avadanlıqların idxalı ƏDV-dən azad olacaq. Deməli, gəmi qayırma və gəmi təmiri müəssisələri tərəfindən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqan, yəni İqtisadiyyat Nazirliyinin təsdiq edici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2026-cı ilin mayın 1-dən etibarən 3 il müddətində ƏDV-dən azaddır. Sonra, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən əvvəl mineral gübrələrin, pestisidlərin idxalı idisə, artıq mineral sözü çıxarılıb, yəni bütün gübrələrin istehsalı yox, idxalı və satışı ƏDV-dən azaddır. Toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahədə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının idxalı azad idi. İndi bu halda da məhz müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən toxumlardan söhbət gedəcək. Əvvəl elə idi ki, baxın, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların idxalı idi. İndi artıq müvafiq siyahı Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək ki, yəqin ki, bəlkə də təsdiq edilib. Məhz həmin malların idxalı ƏDV-dən azaddır. Həmin hal kənd təsərrüfatı heyvanlarının, quşlarının profilaktikası, diaqnostikası üçün lazım olan məhsullara da aiddir. Hansı ki, əvvəl hamısına aid idi, indi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir. Sonra ödəmə qabiliyyətini itirmiş bankların belə deyək, rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işləc aktivlərinin təqdim edilməsi
müddəti başa çatmışdı, ƏDV-dən azad idi. O müddəti başa çatdığına görə təzədən əlavə 5 il müddətinə də artırıldı. Yəni bu həmin ödəmə qabiliyyətini itirmiş bankların biraz özünə gəlməsi üçün, dirçəlməsi üçün atılan bir addımdır. Deməli, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad idi əvvəlki versiyada. İndi, daha doğrusu, yəni hamı yəqin ki, ilk öncədən uzun müddətdə onun müzakirəsi gedirdi ki, hibrid avtomobillərin idxalı da bildiyiniz kimi bu ilə qədər azad idi. Artıq bu ildən onların idxalına və satışına ƏDV tətbiq edilməyə başladı. Yəni onun barəsində artıq danışmağa düşünürəm ki, ehtiyac yoxdur. Sadəcə indi tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatlarının yerinə yetirilməsi şərti ilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci ilin yanvarın 1-dən etibarən 7 il müddətinə ƏDV-dən azad olunacaq. Yəni indiyə qədər ki, Azərbaycan istehsalı avtomobillərində o el arasında bir deyim var, yalnız təkərin havası Azərbaycana aiddir. İndi sadəcə əlavələr olunur ki, mütləq şəkildə qaynaq işləri, boyaq işləri hamısı Azərbaycanda həyata keçirilməlidir. Yəqin ki, müvafiq texnologiyalar parkında bununla bağlı artıq hazırlıq işləri görülür ki, yəqin 2027-ci ildən artıq onun istehsalına başlanacaqdır. Əvvəlinə qayıdıq. Bundan əvvəlkində avtobus da var idi. Axırıncı. Müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiq edici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı məqsədi ilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış, yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı ilin yanvarın 1-dən etibarən 1 il müddətinə ƏDV-dən azad edilir. Yəni, yalnız burada müəyyən şərtlər var ki, sanki sözbəsöz hərəsi bir şərtdir. Həmin vergi ödəyiciləri sənaye parklarının rezidenti olmalıdır. Avtobuslar gələrkən oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış formada idxal olmalıdır. Və burada da o halda gətirdikdə idxala azaddır. Amma gətirib tutaq ki, həmin formada satırsa, artıq vergiyə cəlb olunacaq, ƏDV-yə cəlb olunacaq. Amma artıq burada oturacağın, tutacağın, monitorun quraşdırmaqla tam hazır şəkildə və yalnız elektriklə işləyən avtobusları satırsa, o halda onun satışı da ƏDV-dən azad hesab ediləcək. Neft emalı zavodlarının yenidən qurulması layihəsi ilə bağlı idxal ƏDV-dən azad idi. Müddət başa çatdığı üçün onun daha 3 il müddətinə uzadıldı. Özəl dövlət tərəfdaşlığı layihəsi çərçivəsində, bilməm, nə dərəcədə maraqlı gələr, əvvəlki versiyada ancaq bərpa olunan enerji ilə bağlı 30 il müddətinə azad olmalar var idi ki, burada artıq dövlət özəl tərəfdaşlığı layihəsi çərçivəsində təkcə bərpa olunan enerji mənbələrindən istifadə etməklə deyil, eyni zamanda da həmin, belə deyək, tərəfdaşlıq çərçivəsində digər hallarda da, yəni quruculuq işləri ilə bağlı, daha doğrusu daha dəqiq oxuyum bunu. Dövlətin satın alma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texniki avadanlıqların və qurğuların idxalı. Yəni, burada bərpa olunan enerjinin istehsalından söhbət gedir, lakin əvvəlcədən tərəfdaşlıq layihəsi çərçivəsində mütləq şəkildə bəlli miqdar müəyyən olunur ki, nə qədər enerji istehsal edəcək. Məhz həmin halda həmin avadanlıqların, qurğuların idxalı ƏDV-dən azaddır. Bunu dəyişinəmişik. ƏDV-nin 0 dərəcə ilə tutulması.
Deməli, dəyişiklik nədən ibarətdir? 168.1.5-ci maddəsində göstərilən xidmətlərin ixracı əvvəldə ƏDV-yə 0 dərəcə ilə cəlb olunurdu. Həmin malların, o cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal edilən rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi. Yəni, malların ixracı ilə bərabər, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarına, yəni duty free-lərə təqdim edilməsi, ƏDV-yə 0 dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur. Yuxarıda 0 dərəcədən qeyd. Bu nədir? İstehlakçılar tərəfindən ödənilən ƏDV-nin geri qaytarılması məsələsi var ki, nağd ödənildikdə 5%, nağdsız ödənildikdə 17,5%. Orada belə deyək, pərakəndə ticarət obyektləri, ictimai yaşayış müəssisələri daxil edir və klinikalar, xəstəxanalar daxil edir. Ora eyni zamanda gözəllik salonu, kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətləri də əlavə ediblər. Növbəti. Burada da ticarət əlavəsinin tətbiqi ilə bağlı xaricdən idxal olunan balıq məhsulları istisna olmaqla balıq məhsullarında ticarət əlavəsindən hesablandığın bəhs edilir. Bayaq qeyd elədiyimiz kimi ictimai iaşə fəaliyyətini əvvəl belə ki, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərən tibbi xidmətlər üzrə nağdsız qaydada postterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50% 2024-cü ildən 3 il müddətinə mövcud tutulan ümumi dövriyyədən çıxılırdı. Həmin nağdsız ödəmələr nəzarət kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş postterminal vasitəsilə aparılmalıdır. Və həmin maddəyə ictimai iaşə fəaliyyətində əlavə ediblər. Bayaq bunun barəsində danışdıq, hansı ki, nağdsız ödəmələr nəzarət kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edildikdə, həmin postterminal vasitəsilə aparılan əməliyyatların 50% vergiyə, ƏDV-yə cəlb edilməyən əməliyyatlar hesab ediləcək. ƏDV-yə cəlb edilmədiyi təqdirdə, təkrar olsun bir daha deyirəm, cəlb edilmədiyi təqdirdə ona görə hesablanmalı olan ƏDV eyni zamanda gəlir və mənfəət vergisindən də azad olacaq. 185-ci maddə aksizlərdən. Azərbaycan Respublikasının ərazisində istehsal olunan digər sözün üstündən xətt çəkib, şəklini çəkərsiniz birdən şeydir. İstehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyat, yəni vergi tutma bazası istehsal olunan malların miqdarı hesab olunur. İşin indi barəsində ətraflı danışacağıq. Aksizli malların ixracı 0 dərəcə ilə cəlb olunur. Eyni zamanda ƏDV-də olduğu kimi rüsumsuz ticarət mağazalarına təqdim edilməsi də aksizə 0 dərəcə ilə cəlb olunur. Dəyişək. Aksizli malların siyahısına, daha doğrusu aksizdən azad olmalara əlavə var ki, təqvim ili ərzində bir ədəd mobil cihazın ölkəyə gətirilməsi aksizdən azaddır. Aksizli malların siyahısına 2 yeni bənd əlavə olunub. Dövlət qeydiyyatına alınmalı olan kvadrotsikllar, kvadrotsikl 4 təkərli turizm zonalarında falan istifadə olunur. Bir də mobil cihazlar. Mobil cihazlar da artıq aksizli mallar siyahısına aiddir. Növbəti. Bəlli olduğu kimi idxal edilən aksizli mallara aksizin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Keçin. Və aksiz məbləğlərində kifayət qədər nəzərə çarpan dəyişikliklər var ki, və bu da biz onu artıq yeni ilin ilk günlərindən onu bazardakı qiymətlərdə hiss eləməyə başlamışıq ki, içməli spirtli, konyak, likor məlumatlarına hər litrinə görə 4 manat 80 qəpikdən 5 manata qaldırılır. Eyni zamanda araq, vodka, tündləşdirilmiş içkilər, eyni zamanda siqarella, siqaret, tütün məmulatları üçün də aksizlərin dərəcələri nəzərə çarpacaq dərəcədə artıb və bu həmin malların, məhsulların da bazardakı qiymətlərinə artıq təsir eləməyə başlayıb. Hamısının o dəyişikliyi bir məsləhətsə deyil, bəlli rəqəmlərdir. Dəyişmir.
Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz, yəni bu diqqət çəkən dəyişiklikdir. Benzin mühərrikli minik avtomobillərinə nisbətdə əvvəl 1,2 əmsal tətbiq olunurdu. İndi 1,5 əmsal tətbiq olunacaq. Dizel mühərrikli minik avtomobillərinə isə 1,5-dən 2 əmsala dək bu artırılıbdır. Yüksəldici əmsal tətbiq olunub ki, o bildiyiniz kimi mühərrikin həcminə əsasən eyni zamanda əmsal tətbiq olunurdu. Nəticə etibarı ilə, yəni bu da yenə mənim şəxsi fikirlərimdir, proqnozlarımdır. Düşünürəm ki, bəlkə də yanılaram. Bu hibrid avtomobillərin idxalının ƏDV-yə cəlb edilməsi məsələsi, köhnə avtomobillərin idxalı zamanı aksizin dərəcəsinin dəyişdirilməsi məsələsi biraz ölkədə avtomobil həmimiz üçün biraz belə deyək, maraqlı sahə olduğu üçün, yəni öz şəxsi fikrimi ortaya qoymaya çalışıram ki, biraz bazarda biraz dəyişikliklərə səbəb olacaq. Ki, keçən ilə qədər, yəni ilin sonuna qədər sanki rəsmi dilerlər demək olar ki, işləmirdi. Hamısı nədir? Çindən daha ucuz qiymətə maşınlar gəlirdi. Eyni zamanda köhnə avtomobillərin satışı demək olar ki, 0 dərəcəsində idi. İndi düşünürəm ki, yəni şəxsi fikrimcə o 2-2 CDI-ların biraz bəxti açılacaq. Dəyişin. Kvadrotsiklların mühərrikinin həcminin hər kub santimetrinə görə 50 qəpik, mobil cihazlarında hər bir ədədinə görə 20 manat aksiz dərəcəsi müəyyən olunur. Mobil cihazlar dedikdə sadəcə burada ayırmayıblar da ki, bu asan nömrə taxdığımız o 20 manatlıq telefondur ya iPhone 17 Pro Max-dır. Yəni hamısı üçün bu belə çıxış ki, 20 manat tətbiq ediblər. O biraz düşünürəm ki, bəlkə də. Dəyişin bu həmin şeydə. Əvvəl elə idi ki, o bayaq qeyd elədik ki, o vergi anlayışında ki, bu maddədə, bu məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa sözü var idi ki, görürsünüz, məcəllə ilə müəyyən edilərkən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin tibbi sığorta haqqında qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilirdi. Artıq o maddə ləğv olunur. Bütünlüklə dövlət büdcəsinə ödənilir. Əmlak vergisi ilə bağlı azad olma və güzəştlərdə dəyişiklik var ki, məsələn, fərdi sahibkarın əmlakının dəyəri məcəllənin 194.4-cü maddəsindən nəzərdə tutulan əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75% miqdarında azaldılır. Həmin maddə idman, mədəniyyət, tibb sahəsində fəaliyyət və buna oxşar sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləridir ki, məhz həmin fəaliyyətlə bağlı olan əsas vəsaitləri əmlak vergisinə cəlb edilərkən onların dəyəri 75% azaldılır. O ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırılması tədbirləri çərçivəsində o borclu olduğu, kimlər ki, o banklara borclu idi, onların pul əvəzində onların əmlakını ələ keçirmişdi. Onların da əmlak vergisindən azad olmasının müddəti başa çatırdı, o müddəti artırıblar. Yol vergisi ilə bağlı diqqət çəkən dəyişiklik Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzininə və dizel yanacağına, maye qaza görə yol vergisi onların hər litrinə 2 qəpikdən 7 qəpiyə artırıldı ki, yeni ilin ilk günündən də biz onun yanacağın qiymətinin dəyişməsində əksini tapdı. Növbəti. Mədən vergisi. Mədən vergisi ilə bağlı əsasən xam neft və təbii qaza münasibətdə əvvəl elə idi ki, onların topdan satış qiymətinə faiz dərəcələri tətbiq etməklə hesablanılırdı. Lakin indi xam neftə görə mədən vergisinin dərəcəsi hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər 1000 kub metrinə görə 15 manat məbləğində müəyyən edilir. Bu 218.1-1.
birinci maddə sadələşdirilmiş vergini 8% dərəcə tətbiq edilməklə fəaliyyət göstərən ictimai yaşayış müəssisələrinə aiddir ki, necə ki, ƏDV-də dedik ki, nəzarət kassa aparatına inteqrasiya edilmiş postterminal vasitəsilə aparılan əməliyyatların 50%-i vergiyə cəlb edilmirdi. İndi də 8% ilə işləyən vergi ödəyicilərində nəzarət kassa aparatına inteqrasiya edilmiş postterminallar vasitəsilə aparılan əməliyyatlar 6% dərəcəsi ilə vergiyə cəlb ediləcək. İnteqrasiya mütləq olmalıdır. Çünki mənim özümün rastıma çıxan bir hal var idi ki, məsələn, keçən bir tibbi fəaliyyətlə məşğul olan vergi ödəyicisindən kameral hesablanma, daha doğrusu uyğunsuzluq məktubu var idi. Bu postterminalla aparılan əməliyyatları bəyan eləmişdi, 50%-ni əslində cəlb edilməyəndə göstərməlidir, azad olmada göstərmişdi. Amma ona uyğunsuzluq gəlmişdi ki, vergi orqanında olan baza məlumatlarına əsasən məhz inteqrasiya olunmamış postterminalla aparmısan deyə bu qəbul olunmur. Daha sonra nəticəsi nə oldu bilmədim açığı, sadəcə rastıma çıxmışdı elə. Media subyektləri sadələşdirilmiş vergidən azad olması məsələsinin vaxtı çatmışdı, müddəti daha 3 il müddətinə uzatdılar. Bunu dedik. Özdə 3 il müddətinə də, ƏDV-də də, sadələşdirilmiş vergidə də o postterminalla aparılan əməliyyatlar 6% olması 3 il müddətinə həyata keçiriləcək. Bu fərqlənmə nişanının alınmasının özündə etibar edir, redaktə xarakterli bir sıra dəyişikliklər var və sadələşdirilmiş vergi ilə vergi məcəlləsinə edilən dəyişikliklər yalnız qalır ortada bir dənə işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri ilə bağlı azad olmalar və güzəştlər, onlar üçün yaradılan imtiyazlar eyni zamanda Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və fəaliyyət göstərən vergi ödəyicilərinə də şamil edilir və işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri ilə bağlı hansı ki, onların həmin ərazidə qeydiyyatda olmasını tələb edən hallar var idi ki, eyni zamanda artırıblar ki, eyni zamanda mərkəzləşmiş qaydada vergi uçotuna alınmış vergi ödəyiciləridir. Çünki mərkəzləşmiş vergi uçotuna alınması məsələsi bildiyiniz kimi vergi ödəyicisinin bəzən öz seçimindən asılı olmur da ki, təbii inhisarlı subyekti olur və yaxud dövriyyəsi və yaxud işçi sayı gəlir o həddə çatır ki, məcburdur ki, bu mərkəzləşmiş qaydada, yəni Milli Gəlirlər Baş İdarəsində qeydiyyata alınsın. Amma fəaliyyət göstərdiyi ərazi və fəaliyyəti məhz ora aiddirsə, həmin azad olma və güzəştlər onlara da aiddir. Eyni zamanda vergi məcəlləsindən əlavə bir sıra başqa qanunlara da dəyişiklik edilmişdir ki, bunlardan biri məsələn, nağdsız hesablaşmalar haqqında qanunun bizim üçün əhəmiyyətli olan 3.5-ci maddəsinə əsasən orada tullantı yağlarını həmin 3.5-ci maddəyə əlavə edilmişdir. Bilirsiniz də, orada utilizasiya məqsədi üçün işlənmiş şinlərin satışı, şüşə satışı, dəmir qırıntılarının satışı, eyni zamanda tullantı yağlarının satışı da ora aid edilmişdir. Mühüm dəyişikliklərdən biri məcburi dövlət sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununa əlavə edilən və hər birimiz üçün xüsusilə maraq kəsb edən nüansları bölüşmək istəyirəm ki, bildiyiniz kimi, ələxüsus fərdi sahibkarlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar indiyə qədər özlərinə görə məcburi dövlət sosial sığorta haqlarını fəaliyyət növlərinə uyğun olaraq minimum əmək haqqının tikinti sahəsində 50%, digər sahələrdə 25% miqdarında ödəyirdilər və fəaliyyət göstərdiyi əraziyə uyğun olaraq da onlara əmsallar tətbiq olunurdu. Məsələn, Bakı şəhərində 1 əmsal idi, Gəncə, Sumqayıt, Xırdalan burada 0.9 əmsal idi, bu forma tətbiq olunurdu. Amma indi aparılan dəyişikliklərə əsasən fərdi sahibkarlar, biraz düzüqan qaraldıcı xəbərdir, fərdi sahibkarlar özlərinə görə məcburi dövlət sosial sığorta haqqını dövriyyəsinin, vergi tutulan dövriyyəsinin 2% miqdarında ödəyəcəklər. Amma bu həmin o 2% miqdar minimum əmək haqqının 15%-dən az olmamalı, 100%-dən çox olmamalıdır. Minimum əmək haqqı artdıqca yəqin olur.
Minimum əmək haqqı qalxdıqca o da qalxacaq. Bu deməli 15% eləyir 60 manat. Yəni ən azı 60 manat, ən çoxu 400 manat olmaqla ödəniləcək. Və bir halı qeyd edeyim ki, burada biraz həqiqətən çox ədalətli yanaşma oldu. Məsələ nə ilə bağlıdır? Deyək ki, məsələn, mən restoran işlədirəm, restoran fəaliyyətinə məşğul olan fiziki şəxsəm, eyni zamanda da hansısa bir kənd yerində də restoran fəaliyyətinə məşğuldur kimsə. Mən burada, məsələn deyirəm, aylıq 10.000 manat dövriyyə eləyərək 100 manat desenfə ödürdüm, amma kənd yerində bunu ödürdü 50 manat, o da 100.000 manat dövriyyə elədiyi halda belə 50 manat ödəyirdi. Təbii ki, 10.000 manat dövriyyəni eləyəndə o kənd yerində fəaliyyət göstərən vergi ödəyicisi məndən daha çox qazanacaq. Çünki burada mənim icarə haqqım, yəni digər xərclərim daha çoxdur. O halda bunu məhz dövriyyə uyğunlaşdıraraq və heç bir əmsal tətbiq edilməməsi düşünürəm ki, kifayət qədər ədalətli yanaşmadır. Amma birdən-birə də indi təsəvvür edin, aylıq 400 manat 2% eləyir. Deyək ki, məsələn, aylıq 50.000 manat dövriyyəsi olan vergi ödəyicisi, fiziki şəxs, indiyə qədər 100 manat özünə görə desenfə ödəyirsə, indi artıq təxminən 400 manata çıxır da o 50.000 manat. Hətta olur. O qədər ödəyəcəkdir. İcbari tibbi, məcburi dövlət sosial sığorta haqqı ilə bağlı, muzlu işlə əlaqədar işçilərin maaşından tutulan və işə götürənin ödədiyi məbləğlərdə də müəyyən qədər dəyişiklik var ki, əmək haqqı 8.000 manatdan yuxarı olanda artıq işə götürən tərəfindən 15% deyil, 11% miqdarında məcburi dövlət sosial sığortası ödəniləcəkdir. Sonra icbari tibbi sığorta bildiyiniz kimi işə götürən tərəfindən də işçinin maaşından da 2% tutulurdu. Amma indi 2500 manatdan yuxarı olduqda 2500 manatdan yuxarı hissə üçün hər ikisindən 0,5%. Əvvəl 8.000 idi, indi onu 2500 saldılar ki, 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Və düzdür. İşsiz vətəndaşlar, eyni zamanda qeyri-formal məşğulluqla məşğul olan şəxslər üçün indiyə qədər icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödənilirdi, qarşılanırdı. Amma indi xüsusi bir maddə əlavə ediblər ki, məhz qeyri-formal məşğulluqla, yəni belə deyək də, gəlir əldə eləyir, amma heç arada rəsmiləşdirilməyən gəlirlər olduğu təqdirdə adam başına 0,16 manat hər ay icbari tibbi sığorta vətəndaşların özləri tərəfindən ödəniləcəkdir. İcbari tibbi sığorta yəqin ki, artıq sığorta ilə xidmət göstərməyəcəklər yəqin ki. İşçilər də öz yerindədir. İşçi, bəli. Bəli. Üstə gəl, bir məsələ... Bəli, fərdi sahibkarda qalır. O dəyilmir. Bir də nəysə qeyd edirdim, yadımdan çıxdı. Sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin ödədiyi desenfələr var idi ki, məcburi dövlət sosial sığorta haqqları var idi ki, onlarda dəyişiklik edilib. Belə ki, musiqiçilər, fotoqraflar, minimum əmək haqqının 5% idi. İndi eliblər 8% onu. Amma digərlərdə 3% olanlar 5%-ə qalxıb və əmsal işlədiyi ərazilərə görə əmsal tətbiq edilməsi məsələsi amma onlar üçün şamildir. Yəni, onlar təbii ki, dövriyyəsindən asılı olmayaraq, qazancından asılı olmayaraq o məbləğləri, sabit məbləğləri ödəyirdilər. Amma işlədikləri ərazilərə görə bildiyiniz kimi Bakı şəhərində 2 əmsal tətbiq etməklə Sumqayıt və Gəncə şəhərlərində 1,5, digər ərazilərdə isə 1 əmsal tətbiq etməklə məcburi dövlət sosial sığorta haqqlarını ödəyəcəklər. Var, siz orada slaydını hazırlamışdınız onu. Düşünürəm ki, olar, problem yoxdur.
Amma orada belə deyək də, hansısa bir texniki nöqsanlar olarsa, kusura baxmayasınız. Çünki Отпечатка. belə kim istəyirsə şirkətə müraciət edər, göndərərik. O slaydı göndərərik. Lazım olsa Excel formasında da göndərə bilərik. Buyurun. Deməli, maddə 103.8-də bağlı sualı var. Muzlu işlə əlaqədar gecikmələr var, 8 manatlı. Bəli. Deyək ki, 2000 manat aldıda müəyyən müddətçi icazə vericisi olacaq, onlar da güzəştlərini təqdim eləməlidirlər. 26-da təqdim eləməli, 27-də təqdim eləməli. Yəni, bunun təqdim elədiyi, belə deyək, güzəşti 2026-da qaydılıb, düzəliş olunacaq, yoxsa elə verdiyi tarixdən güzəştlər olunacaq? O əvvəlkində də, o dövlət müəssisələri üçün də elə idi ki, verdiyi sənədləri təqdim elədiyi tarixdən etibarən hesablanırdı. Hə, işçinin Məsələdə deyilir ki, sənədin qüvvəyə mindiyi Peki, həmin maddədə deyir. O maddəyə qayıda bilərik bir dənə. Yox, burada yoxdur. Burada yoxdur. Hə, hansı ki, deyək ki, o bildim, 50 manata dək olan hissələrdir belə. Yəni, əgər məcəllədə konkret olaraq, indi açığı dəqiq xatırlayıb deyə bilməyəcək. Əgər, belə deyək, sənədin qüvvəyə mindiyi tarixdən sözü keçirsə orada, istənilən halda o məcəllə əsasdır. Bəli. Əgər o söz keçirsə. Edilən dəyişikliklərlə bağlı məndən bu qədər. Mümkün qədər çalışdım ki, çünki adətən belə seminarlarda biraz adamın yuxusu da gələn olur, biraz keçəndən sonra maraqsız gəlir. Mümkün qədər çalışdım ki, o stereotipi qıraq. Nə dərəcədə bəyəndiniz, xoşunuza gəldi, gəlmədi deyə bilmərəm, amma iştirakınız üçün hər birinizə təşəkkür edirəm. Mənim üçün xoş oldu. Təşəkkür edirəm, çox sağ olun. Çok eğlenceli olan bir seminar izledim. Təşəkkür edirəm, çox sağ olun. Yani o da faydalı oldu. Teşekkür ederim. Siz de tanışsınız. Turan müəllimin seminarları yarımadı. İşte aynı. Hə, təşəkkür edirəm. Çox sağ olun. Diqqətlə qulaq asdığınız üçün, dinlədiyiniz üçün və mənim üçün də çox xoş oldu sizləri görmək.